Xoş gördünüz, hörmətli müəllimlər. Hər vaxtınız xeyir olsun. Bu günlərim sizə kurikulumdan bir situasiya testi təqdim edirəm. Gəlin bu testlə tanış olaq. Əvvəlcə sualı oxuyun, öz variantınızı fikirləşin, sonra da izaha baxın. Yəqin ki, görürsünüz sualı. Davam edək. Sinifdə plastiklər gündəlik rahatlıq yoxsa ekoloji təhlükə mövzusunda dərs keçirsiniz. Yəni, mövzumuzun adı belədir. Plastiklər gündəlik rahatlıqdır yoxsa təhlükədir mövzusunda bir mövzu tədris edirsiniz. Dərs keçirsiniz. Şagirdlər qruplarla işləyərək təqdimat hazırlayırlar. Bir qrupa yaxınlaşdıqda görürsünüz ki, bir şagird bütün işləri tək yerinə yetirir. Digərləri isə diqqətsiz və passivdir. Müəllim bu vəziyyətdə qrupdaxili əməkdaşlığı artırmaq və bütün şagirdlərin iştirakını təmin etmək üçün hansı addımı atsa daha effektiv olar. Demək ki, burada biz nə edirik? Təqdimat hazırlanırlar, bunlar dərs keçirsiniz. Şagirdlərlə qruplarda işləyərək təqdimat hazırlar. Bir qrupa yaxınlaşdıqda görürsünüz ki, bir şagird bütün işləri tək yerinə yetirir, yəni digərləri isə diqqətsiz və passivdir. Yəni qrupda 5 nəfər var, 4-ü passivdir, bir nəfər elə bu qrupun bütün məsuliyyətini, bütün yükünü özlərinə götürür. Siz həm əməkdaşlığa təşviq etməlisiniz, həm də şagirdlərin iştirakını təmin etmək üçün hansı addım atmalısınız? Qrupa xəbərdarlıq edirsiniz. Bu yanaşma yanlışdır. Qeyri-bərabər iştirak qiymətə təsir edəcək. Bu şagirdi sanki hədələmək kimidir. Qrupun yanına gedərək vəzifələri düzgün bölüşdürürsünüz. Yəni, qrup dərsin ortasında vəzifə böləcəksinizmi? Sonra D-yə baxaq. Çalışan şagirdi ayıraraq tək başına tamamlamasını tapşırırsınız. Yox, bu yanlış yanaşmadır. Çünki sizin bunu eləməyiniz digər uşaqları ümumiyyətlə prosesdən uzaqlaşdıracaq. Qrup olduğu kimi buraxırsınız ki, problemi özləri həll etsinlər. Xeyr, bu yanaşma effektiv deyil. Burada doğru cavabımız C-dədir. Sakitcə yaxınlaşıb suallarla onları düşünməyə və iştirak etməyə təşviq edirsiniz. Yəni, hansı şagirdlərdən söhbət gedir? Digərləri var, həmin şagirddən digərlər. Həmin digərlərini dinləməyə sövq edirsiniz. Onda bu yanaşma nəyə aiddir? C variantı, yaxınlaşıb sualları onları düşünməyə və iştirak etməyə təşviq edirsiniz. Uyğun cavabımızdır C. Belə, bu qədər sual haqqında. Gəlin bir suala da baxaq, elə bunun ardınca. Bu suala da diqqət edirək, sonra davam eləyərik. Alqoritmlər və ardıcıllıqlar mövzusunu şagirdlərə keçirsiniz. Şagirdlər qruplarda sadə tapşırıq üzərində çalışırlar. Lakin qruplardan birinin çaşqınlıq içində olduğunu və irəliləyə bilmədiyini görürsünüz. Onlar sakit otururlar, nə edəcəklərini bilmirlər. Halbuki digər qruplar tapşırıq üzərində rahatlıqla işləyirlər. Siz istəyirsiniz ki, bu qrupa cavabı birbaşa demədən onların özlərini düşündürərək problemi həll etmələrinə yardım edəsiniz. Verilənlərdən bu qrupun öyrənilməsini asanlaşdırmaq üçün təklif edilən ən effektiv yanaşma hansıdır? Deməli, bir daha situasiyanı xatırlayaq. Alqoritmlər və ardıcıllıqlar mövzusunu keçirsiniz. Şagirdlər qruplarda sadə tapşırıq üzərində çalışırlar. Lakin qruplardan birinin çaşqınlıq içində olduğunu və irəliləyə bilmədiyini görürsünüz. Onlar sakit otururlar, nə edəcəklərini bilmirlər. Halbuki digər qruplar tapşırıq üzərində rahatlıqla işləyirlər. Siz istəyirsiniz ki, bu qrupun cavabını birbaşa demədən onların özlərinin düşünərək problemi həll etmələrinə yardım edəsiniz və verilən bu qrupun öyrənməsini asanlaşdırmaq üçün təklif edilən ən effektiv yanaşma hansıdır? Onlara təlimatı yenidən diqqətli oxumalarını tapşırırsınız və diqqəti birbaşa başqa qrupa yönəldirsiniz. Bu, onların müstəqil işləmə bacarığını artırar və dərs planına uyğun irəliləmələrinə şərait yaradar. Xeyr, bu yanaşma uyğun yanaşma sayılmaz, problemin həlli deyil. Sonra nə deyir? Onlara məsələni ilk bir neçə addımını izah edirsiniz ki, başlaya bilsinlər və geriyə qalmasınlar. Bu da effektiv yanaşmadır. Çünki bizə deyir ki, ən effektiv yanaşma hansıdır? Şagirdlərə yönləndirici suallar verirsiniz, cavablarını diqqətlə dinləyir və ehtiyac varsa köməklik göstərirsiniz. C uyğun yanaşmadır. Şagirdə birbaşa nəysə vermək yox, istiqamətləndirmək effektivdir. Başqa bir qrupdan güclü bir şagirdi göndərirsiniz ki, onlara tez kömək edib tapşırığı yerinə yetirmələrinə xeyr. Uşaqların onda da özlərinə inamını sala bilər. Müəllimin bu addımı effektiv sayılmır. Bütün sinifin fəaliyyətini dayandırırsınız. Bu yanaşma da ümumiyyətlə yanlış yanaşmadır. Ondan dolayısıyla da bu testin doğru cevabı C variantı oldu.
Belə, ümid edirəm hər biriniz üçün faydalı oldu. Əgər növbəti videolarında bu formada izləmək istəyirsinizsə, kanala abunə olmağı və paylaşmağı unutmayın. Və suallara da doğru cavablarınızı yazmaq üçün rəylərdə yaza bilərsiniz doğru cavablarınızı. Görüm kimlər düz, kimlər səhv yazıb. Belə, bu qədər. Sağ olun.